Göygölün Aşıqlı kəndində baş verən müəmmalı hadisə nəticəsində 4 nəfərin ölməsi xəbəri onların ailə üzvlərini və yaxınları ilə yanaşı ümumilikdə rayonda böyük sarsıntıya səbəb olub. Hadisə nəticəsində 35 yaşlı Səbinə Müseyibova, 26 yaşlı Seymur Hüseynli, 25 yaşlı Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova həyatlarını itirdi. Seymur, Xatirə və Münəvvər bacı qardaşdılar. Onlar Kəlbəcərin Qılınclı kəndində, Səbinə Müseyibova isə əslən Laçın rayonundan olub, onlar Gəncənin Gülüstan qəsəbəsində məskunlaşıb. Səhər eşitmişik. Dedilər ki, bura gətiriblər xəstəxanaya, Göygöl xəstəxanasına. Öyrəndik ki, dünən üçün onlar gediblər istirahət zonasında kətə yeməyə, çay içməyə. Gecə də orada qalıblar, hadisə baş verir. Hadisə yerində araşdırmalar saatlarla davam etdi. Aşıqlıda Göygöl rayon prokurorluğunun əməkdaşları ilə yanaşı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri işlədilər. Dəqiqləşən nüanslar arasında mənzilin kirayə verilməsi və istirahət məqsədi ilə istifadəsidir. Yay mövsümündə bu cür mənzillər tez-tez turistlər və istirahət etmək istəyən insanlar tərəfindən kirayəyə götürülüb. 4 nəfərin həyatına zəhərlənmənin və ya başqa bir amilin son qoyduğu evdə aparılan hər tərəfli araşdırmalar, keçirilən ekspertizalar nəticəsində aydınlaşacaq. Rəsmi qurumların yaxın bu faciənin dəqiq səbəbləri ilə bağlı açıqlama verməsi gözlənilir. Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma başlanılıb. Günel Zülfüqarova, Nazir Quliyev bugün informasiya proqramı üçün.